istəyirəm. Uzun adamdır, amma ağıllı adamdır. Kanada'nın baş naziri Justin Trudeau ABŞ xalqına səsləndi ABŞ xalqına. ABŞ Trump'ın simasında bizə qarşı ticarət müharibəsi elan edibdir. İndi ABŞ Putin Rusiyası ilə Putinlə dostluğu seçibdir. Diktatorla rüşvətxor alçaq ilə qatil ilə dostluğu seçibdir. Beləcə o nəfər deyir. Diktatorla rüşvətxor alçaq ilə qatil ilə Trump dostluğu seçibdir. Biz Kanadalılar geri çəkilməyəcəyik. Mən sadə Amerikalılara demək istəyirəm ki, biz bunu istəmirik. Biz dostluq istəyirik. Amma sizin hökumətiniz başqa yol seçdi. Yəni bizdən inciməyin. Bilirsiniz ki, Kanada sərvətlər ölkəsidir. Üstəlik GPS, optik nişancaq çox şeyləri istehsal edir. Hala Kanada böyük yeddilərin üzvü ölkəsidir. Kanada ilə belə ölkə deyil, çox böyük gücə sahib ölkədir. Kanada Amerikanı 90% taxta və taxta materiallarla təmin edən ölkədir. Kanada çox zəngin ölkədir. Və Kanada, görürsün, New York kimi şəhərin elektriklə təminatını və başqa şəhərlərin təminatını Kanada eləyir. Sən göndərməyəcəksən, Kanadanın özü hər şeyi istehsal eləyir, eləmədiyində İngiltərənin qulağının dibindədir. Oradan gətirəcəklər. Cənubi Koreyadan gətirəcəklər. Yaponiyadan iqtisadi inkişafının o qulağının dibindədir. Yəni, deyilən vətənəm, çox vəziyyət kifayət qədər gərgindir. Burada bizə dəqiqə deyilən vətənləri, dəyərli soydaşlar, burada bir-iki məlumata da toxunum. Deməli, artıq Elon Musk və Trump geri addım atırlar. Amma geri addım atsalar da adamın elə bil ki, nətərdir? Elə bil nətərdir, deyim də sizə. Kanada, ABŞ, Amerikanın neft avadanlıqları ilə təmin edir. Yaş Kanada təmin etməsə Amerika onu hardan alacaq? Kanada ABŞ-ı neft ilə təmin edir. İndi hələ ki özü quyularını deyir açacaq, açsın. Elektrik enerjisi ilə təmin edir. Taxta şalban materialı ilə təmin edir. Çox şeylər Kanada, Amerikanı təmin edir. Kanada əhalisi azdır, özü də sərvəti çoxdur. Neysə, dəyərli həmvətənlər, dəyərli soydaşlarım, bu Amerikanın, Trump'ın impeachmenti 250 min adam qol çəkdi, kongresə çıxarıldı, komissiya yaradıldı. Artıq Trump bunu gördü. Düzdür, 100 mindən artıq, 180 minlə haradasa sərvətinin yarıya qədərini Elon Musk itiribdi. Artıq Elon Musk hər yerdə boykot edilir. Artıq Elon Musk'a qarşı başqa ölkələrdə, Amerika daxil başqa ölkələrdə də böyük etiraz aksiyalar keçirilir, eləcə Trump'a qarşı. Artıq Elon Musk'dan Trump geri addım attılar. Artıq Elon Musk'dan Trump geri addım atsalar da mümkün deyil. Elə bir ki, məsələn deyirəm, elə bir ki, məsələn, Allah eləməsin, Qabilin agent olduğu ortaya çıxır. Elə bir ki, məsələn də, ya Əli Kərimin, ya Qabilin agent olduğu ortaya çıxır. Rusiyanın agenti, FSB-nin zabiti olduğu ortaya çıxır. Sənəddən, subutdan. Sonra da deyir ki, mən səhv eləmişəm daha. Bildim ki, dünyanın əleyhinə gedir Amerika belə. Daha mən düzəl, daha mən Ukraynaya yardım eləyəcəm. Daha Elon Musk Starlink peykilərini söndürməyəcək. O gün deyirdi söndürəcəm, bu gün deyir söndürməyəcəm. Daha bunlara güvənərmi İngiltərə? Daha bunun geri dönüşü yoxdur. Mən soruşuram da. Mən soruşuram ki, daha bunun geri dönüşü var mı? Yəni Trump'ı, Elon Musk'ı bağışlaya bilərlərmi? Hara bağışlayırlar? Nə danışırsınız? 5400 CIA'nin, FBI'nin agentini çıxardıblar. Hamısı çıxıb işdən, ən dəyərli adamları işdən atıbdır.
Heç bir bu sistemde olmayan baboş kimi bir adamı getirip koyup keşfiyatın başına ve keşfiyatçılar Çin, Kitay, Rusya ve İran, bundan başka diğer ülkelerin xüsusi xidmət organlarına Amerikanın məxfi materiallarını satıblar. Bunu kim eləyib? Bunu Trump eləyibdir. Trump'ın en yüngül cezası ömürlük həbs ola bilər. En yüngül cezası ve ölüm hökmü. Ya şu sual ortaya çıkır. Trump'ın deyirlər 54 milyard pulu var. Acaba bu oyunu da Trump'ın başına oynayanlar 54 milyardına göre mi oynadılar? Bu boyda dünyanı strese saldılar. Bu boyda Amerikanı. Ben indiyə kimi deyirdim, bu oyun ola bilər. Bəziləri də Trump oyun ola bilər. Mən də deyirdim, oyun ola bilər. 1-2 aydan sonra Trump vuracaq. Mən deyirdim, 90% oyundur. Oyun olmasa Trump'ı qoymayacaqlar aprel-may ayı yaşamağa. Bütün onun kongres donduracaq artıq. Demirdim mi mən bunu? Demirdim. Simpsonlar 4 dəfə Trump'ın güllələnmədən tabutda yatmasını, 4 dəfə Trump'ın ölümünü Simpsonlar göstərmədi mi? Mən demədim mi? Və değerli vətənlərim, artık bu dediğimiz de təsdiqini tapacaq. İlham Əliyev Trump'ın girmək üçün Yahudi lobbisini Trump'ın üstüne göndermesi. İlham Əliyevin Trump'tan dəstək almaq üçün hələ İngiltərə araşdırır, Koral Enerji vasitəsilə 6 milyard seçim kampanyasına yardım eləməsi. Bu çok büyük dəvətdir və İlham Əliyev öz ölümünü imzalayıbdır və öz qəbrini dərin qazıbdır. Üstəlik son zamanlar İran'a, İsrail'e İlham Əliyev özel temsilcilerini göndererek Türkiye ile biz iç-içe yaxı, Türklerin en çok məlumatını bilen, sekretini bilen, MİT'e en çok yaxınlıq eləyən Azərbaycan daxı tarix böyük belə olubdur. Əvvəldə Heydər Əliyevdən əlaqəsi olubdu SSR vaxtında. O Türkiye MİT'inin nədir o, ağırdır, nədir o, var, orada bir-iki nəfər var. Və değerli vətənlərim, ona göre İsrail ve İran Azerbaycan vasitəsilə Türkiye'nin məxfi məlumatlarını aldı. Ola bizim Erdoğan deyir ki, bu kimdir ki məni sata. Mən belə burada generallarla danışıramsa sağ olsun, onlar Türkiye seven generallardır, onlar Türkiye'nin zərərinə olan nəsə mənə deməzlər. Mən belə danışıramsa en güclü adamlarla. İndi gör İlham Əliyevin istihbaratı MİT'də necə iç-içədir. Dərin devlətlə necə iç-içədir. Bunlar Türkiye'nin materialını satmırlar mı? Türkiye'nin niyetini, hedeflerini satmırlar mı? Elbette satırlar. Mehmet Ağar. Neydi o? Mehmet Ağar idi de. O attılar mənə deyəsən. Qoy baxım görün. O vaxt Heydər Əliyevlə SSR döneminde iç-içə olduğu həmişə Mehmet Ağar odur. Bəli, Heydər Əliyevlə dost olub ta 70-ci, 75, 76-cı illərdən. 80, 86, 85 birbaşa iç-içə olubdur. Heydər Əliyevlə. Mehmet Ağar Türkiye'nin, NATO'nun istihbaratını satırmış. Heydər Əliyevlə bir iki tane lazımsız material verirmiş. Bu da nəsə versin. Değerli vətənlər, Mehmet Ağar. Ve bu Türkiye'de böyle bir skandala sebep oldu. Bu yakın zamanlara kadar. Uzun sözün kısası, değerli soydaşlar, Mehmet Ağar, bəli. İndi bakın, mən dəqiq bilirəm, mən bilmədiyim şeye namus ve şərəfimə and olsun qurt düşər. Mən elə belə şey bilmirəm. Mən dəqiq bilirəm. Artık Türkiye MİT'i de bunu bilir. Artık Avrupa, Amerika kəşfiyyatı da bunu bilir. İran, İsrail'e sattı. İlham Əliyev Türkiye'nin hedeflerini, məxfi məlumatlarını, məxfi istəklərini, məxfi arzularını, atacağı addımları birbaşa İsrail'e ve İran'a sattı. Ona göre bakın,
Bunlar gedib nə danışırlar, mən başa düşə bilmirəm. Hər həftə İlham Əliyevin özəl təmsilçiləri ya Xarici İşlər Naziri, ya hər şeylə 46 dənə idarə nazirlik komitənin rəhbəri, Rusiya FSB-sinin zabiti Mikhail Cabbarov, gah İrandadır, gah İsraildədir. Bir ay ərzində, sual ortaya çıxır, bir ay ərzində Ceyhun Bayramovun, İlham Əliyev özəl təmsilçisi Mikhailin, bu kimi məmurların bir ay ərzində hətta 2 dəfə dalbadal səfəri nəyə lazımdır, nəyə dəlalət edir? Odur, bax, indi Suriyada Türkiyəni sıxıblar. Suriyada Türkiyəni tora salıblar. Bizcə də Allahdan Avropanın Türkiyəyə ehtiyacı var. Allahdan. Gör planı necə cızdılar? Planı ilə cızdılar ki, 26 şəhərdə Əhməd Əl-Şaranı, yəni Giovannini devirməlidirlər. 26 şəhərdə. Planı necə cızdılar? 26 şəhərdə. Əgər devirə bilməsələr, həmən o teröristlər, İrana bağlı teröristlər, indi İran İsrailin arxa bağçasıdır. İsrail Rusiyanın əlinə oynayır. Biz hakimiyyətə gələndə İsraildən ilişkilərimizə yenidən baxacağıq. İsrail xalqını sevsək də Netanyahu hakimiyyətini ömrü boy bağışlamayacağıq. Mehriban Əliyeva ilə yatağa girə-girə Netanyahu Mehribanı altına sala-sala Netanyahu ölkəmizi kimlərin altına saldı. Bunu bütün Yahudilər bilir Mehriban Əliyeva ilə Netanyahu sevgili olduğunu, Netanyahunun vasitəsilə çox dünya güclərinə, kongresmenlərə korrupsiya bulaşdırdığını, Lukashenko'nun yatağına girməkdən Putin'e qədər ulaşdı, Putin'in yatağına qədər ulaşdı, özünü qızını saldı ora. Netanyahu vasitəsilə də dünyanın o biri qütbünü ələ aldı. ABŞ kongresmenləri hətta dünyanın böyük ailələrinə nüfuz elədi Mehriban Əliyev. Değerli əmətələrim, değerli soydaşlarım, vəziyyət kifayət qədər gərgindir. Türkiye'nin bizə düz indi baxıram qərar verdilər. Ürdün, Suriya, İrak, sonra hansı ölkə? Birlikdə, IŞİDə görə mübarizə, IŞİDə qarşı mübarizə. Nədir? Başqa ölkələr niyə yoxdur orada? Ha? Başqa ölkələr niyə yoxdur? O sərhəddə İran var, İran niyə yoxdur? Ha? Sadəcə Türkiyəni tora salmışdılar. El-Şara işitçidir, Kalustuklu işitçidir. Kalustuklu terörist dediler, Trump dedi ona. Və dərhal Suriya vurulmalıdır, Türkiyə çəkilsin. İndi müttəfiq yoxdur axı, kimlə vursun axı? Hə, İsrail 1, Rusiya 2, Rusiya hələ orada var. Rusiya 2, İsrail 1, İran 3, bunlarla vuracaq. Türkiyə çıxmasa Türkiyəni vuracaq. Gör hara gəldi çıxdı vəziyyət. İndi Türkiyə vəziyyətdən çıxış yolu tapmağın 2 yolu var. Birinci, siz El-Şara'ya işitçi dediniz, Kalustuklu işitçi dediniz. El-Şara daxil qonşu ölkələrlə, hətta İraqdan mən IŞİDə qarşı əməliyyata başlayıram. Bu əməliyyat artıq planı hazırlanıb. Və bu Amerikanın bu həmləsinin qarşısını almaq üçün bunu etdilər və bir də ən əsas tarix həmişə Türkiyənin köməyinə çatıbdır və tarix elə bir zaman çatıb ki, başı xarab Trump'ı ciddiyə alan o qədər yoxdur. Başı xarab olan Trump'dan Avropa qarşı-qarşıya gəlib. Güclü Türkiyə bu saat Avropaya hava kimi, su kimi lazımdır. Qaradəniz var orada Türkiyənin himayəsində. Türkiyənin qoşun yeridəcəyi Kırım var. Yəni böyük bir Türkiyəyə ehtiyac yarandı. Avropanın, İngiltərənin, Anglo-Saksonların. Ona görə Türkiyəni vurmaqsa belə şeylər inanmıram. Hələ imici itirmiş Trump. Amma ki bilin ki bu hədəfə gətirilməsində İlham Əliyevin kəşfiyyatı olub. İlham Əliyevin bilgisi olub. İlham Əliyev Erdoğanı, Türkiyəni başqa şeylər də var. Türkiyəni İrana və İsrailə satıbdır. Türkiyə bizim yenə deyirəm qardaş ölkəmizdir. Bizim istihbaratımızdan onlar iç-içədir. Türkiyənin hətta silahları da bizdə var. Türkiyənin məxfi materiallarını, silahların nə bilim bütün sistemlərini bizdən başqa kim bilə bilər?
Bizden başka kim bilə bilər? Türkiye, qonşu ölkələrin hamısından istihbarat əlaqəsi yoxdur. Orada əlaqəsi yoxdur. Əksəri, yəni İranla, Ermənistanla, başqalarla yoxdur. Bir dənə biz bilirik. Bir dənə biz onlardan nəsə öyrənə bilərik. İsrail bizdən istifadə edə bilər. İran bizdən istifadə edə bilər. Ona görə İlham Əliyevin özəl təmsilçiləri hər həftə İranda, İsraildə olmaları bu Türkiyəni materyalını ötürməkdən başqa bir şey deyil. Başqa bir şey deyil. Ya şu sual ortaya çıxır. İsraildən, İranla 6 ay bundan qabaq, 6 ay bundan qabaq, 3 ay, 4 ay, 5 ay, 6 ay bundan qabaq niyə bizim nazirlər 3 aydan və ya ən yaxşı halda 6 aydan bir İsrailə, İrana gedərdilər? İndi niyə İlham Əliyevin ən güclü özəl təmsilçiləri Mikhail Cabbarov, Hər Şeylər Naziri, Rusiyanın FSB-nin zabiti, generalı, ya polkovnikli ya general, Ceyhun Bayramov birbaşa Mikhail Cabbarovla bir yerdə KVN-də, Moskvada KVN-də olan birbaşa Rusiya kəşfiyyatının generalları, ali zabitləri nə gəzir ayda 2 dəfə İranda? Nə gəzir ayda İsraildə 2 dəfə ayda? Nə gəzir? Sadəcə Türkiyəni satırlar. Türkiyənin hər yeni məlumat olan kimi göndərirlər. Hər yeni məlumat olan kimi göndərirlər. Və salam. Deyəcəz bu məlumatı gizlin göndərə bilər də, hazır çapardan mapardan. Elə məlumat getmir, birincisi. Etibarlı sayılmır. İkincisi, İlham Əliyev də özəl təmsilçiləri göndərərək, onları çəkilərək, haralarasa mesaj da verir. Başa düşdüm, Amerikaya mesaj verir, apar göndərdirdim. Amerikaya göndərdirdim. Bunlar hamısının qeydiyyatı var. Erdoğan qocalıb, o şir qocalanda şirin dağlarına cürcücü yığışır. Ha, Erdoğan qocalıb, şir qocalanda şirin dağlarına o cürcücü yığılır, belə çox, belə qoalyanmır, yəni hərəkətsiz olur, zəif hərəkətli olur. İndi İlham Əliyev o cücülərdir. İlham Əliyev Erdoğan'ın o daşlarına yığılmış cücüdür. Demirəm Erdoğan yaxşı adamdır. Erdoğan demokratiyanın düşmənidir. Mən Erdoğan'ı sevmirəm ona görə. Allah'ın işine bak. Erdoğan işi uzmana yok damada verəndə, işi uzmana yok damada verəndə Hakan Fidan artıq xarici işlərə təyin edildi, Türkiye'nin istihbaratı battı. Hakan Fidan artıq prezidentlik kürsüsünə arzular, istəklər edir, özünü reklam edib o kürsüyə gəlməkdən başqa düşünmür, reklama başı qarşıdır, Türkiye istihbaratı battı. Türkiye MİT'i battı. Mən bilirəm mən. Bu dəqiqə mənə Türkiye istihbaratı da izləyir. İngiliz də, Alman da, Fransız da, Rus da, Erməni də, Gürcü. Bütün dünyanın istihbaratı məni izləyir. Bilirlər ki, mən zabitəm, mənim məlumatlarım elə belə deyil. Və çox vaxtda da mənə məktublar gəlir, hansısa nəyinsə materiallarını istəyirlər. Mən elə belə adam deyiləm. Azərbaycanın başına gələsi 2 adamdan biriyəm. Ona görə deyil, həmvətənlərim, değerli soydaşlarım, akşam 1 saat 5 dəqiqə yayım elədim. 1 saat 5 dəqiqə yayım elədim. Niyə görə elədim bu yayımı? İndən sonra hər gün səhər 20 dəqiqə, yarım saat yayım eləyəcəm ki, bütün, bilirsiniz, gecə gündüz məsələsi var. Amerikanın, Avropanın böyük xəbərlər saat 10'a 11'e qədər çıxır. 10'a 11'e qədər bir yayım eləyəcəm, güclü xəbərlər verəcəm. Akşamüstü də xalqımızın dərdindən çox danışa bilək. Akşamüstü efirə qonaq zənglər qəbul eləyək. Düzdür, akşam da danışacağam. Amma 5-10 dəqiqə danışaq da bu xarici xəbərlərdən. Akşam ancaq xalqın problemlərindən danışaq. İndi Trump'ı ya öldürürlər hökmü, ya da Trump'ı vəzifəsini dondurup birbaşa impeachmentdən, etimadsızdan, vətənə xəyanətdən həbs eləyəcəklər. İş gedəcək. İş uzun müddət gedəcək məhkəmə prosesi. Amma prezidentliyi dondurulacaq çox güman ki. Və deyilən vətənlərim ola bilər, indi təzdən referenduma gedərlər, təzdən səs verməyə gedərlər, hər şey ola bilər. Və deyilən dostlar, deyilən həmvətənlərim. Değerli dostlar, değerli həmvətənlərim, Amerika xalqı bir də
respublikaçılara, qələt eləyən respublikaçılara səs verər. Bir də respublikaçılara səs vermək tövbələtmə oldu, tövbələtmə. Tövbələtmə oldu. Bu da bir sınaq idi. Oldu. Daha artıq Trump özünə doğru kəndiri addımlayır. Asılmış kəndiri elə bil addımlayır, stola çıxıbdır. Artıq geri addım atırlar, nə bilim yumuşatıyor, Rusiya qarşı çıxırlar, ki, Ukraynaya dəstəkməsə artıq girmir. Amerika xalqı, hətta Trump'ın öz Respublikaçılar Partiyası, kongresmenlər, senatorlar hərəkətə başladı. Trump xain imiş, Rusiyanın agenti imiş. Onun nədir o? Vitse-prezidenti də Rusiya agentiymiş. Neyse, sağ olun, akşamçı xəbərlərimizi dinləyin. Amerikamız, Avropamız düzəlməsə, İlham Əliyev çətin düzələr. İlham Əliyev çətin rədd olar. Bunu bilin ha, bunu bilin. Ona görə əsas məsələ Rusiya sarsılmalı, devrilməlidir. Avropa güclənməlidir ki, biz hakimiyyətə gələr. Yoxsa çətin olar bu proses. Uzaqbaşı Trump qalası olsa Putin də uzun ömrü uzanacaq və Putin Əliyevi dəyişəcək, 100% dəyişəcək. Bunu mən bilirəm. Amma dəyişib Kəmaləddini mi gətirəcək? Kəmaləddin istəyi ilə özünün adamını gətirəcək. Yezdi Kürdlərin adamını gətirəcək. İlhama toxunmayan, özünə toxunmayan, milyardlarına toxunmayan adamı gətirəcək. Və o təzə gələn adam da biraz futbol oynayacaq, top oynayacaq Avropa ilə, demokratiya oyunu oynayacaq. Yalandan güya demokrat oyunu bir neçə il ömür uzada biləcəklər. İz itirə biləcəklər. İstər özlərinin, istər mal mülklərinin. Ona görə dostlar, canlarım, ciyərlərim, yayımı bəyənmək, yayımda aktivlik eləmək, canınızı qoyun ortaya. Bu sakit dönəmdə hamıya şübhə ilə yanaşın. Hətta mənim özümə də şübhə ilə yanaşın. O boyda Elçi bəy gəldi. Avropa demokratiya deyə bütün ölkəni Heydər Əliyevə təhvil verdi. Sən demə Elçi bəy Rusiyanın FSB-nin agentiymiş. Ətrafında 160 agent var imiş. Əcaba Əli Kərim də FSB-nin agentidirmi? Əcaba bu da Elçi bəy kimi demokratiya deyib sonra bizi yenə bədbəxt mi eləyə bilər? Mən 7 ildir, 8 ildir, hələ ondan qabaqda xalq cəbhəsi deyirəm. Əli Kərimin ölümünə dəstəkləyirəm. Mən belə bilmirəm Əli Kərim gəlsə mənim aqibətim nə olacaq? Bu xalq nə bilsin nə olacaq? Ona görə Qabilin əli güclənməsə, Qabilin ətrafındakı o medialar güclənməsə, hökumətə təsir dairəsi, ən azından hökumətə gəlməsək də, hökumətə təsir dairəmiz güclü olmasa, Əli Kərimli Elçi bəydən o qədər də yaxşı olacağına ümid eləmirəm. Bunu açıq deyirəm. Sabah deməyin ki, Elçi bəy sevə-sevə, Əli Kərimli sevə-sevə bizi soxdun. Sabah bunu deməyin ha. Birinci deyirəm ki, mənə səs verin, məni böyüdün. Məni öldürəcəkmi, mənim yoldaşıma səs verin. Onu öldürəcəklərmi? Mənlə radikal blogerlər var da, o qədər var ki, ətrafda var. Gətirin, Orduxanı gətirin, qoyun. Nə başqa birisini gətirin, qoyun. Tofiq Yaqubunu qoyun, Əli Kərimini gətirin, qoyun. Əli Kərimiyə inanmırsınız, Seymur Həsəni qoyun. Axırı ki, ən radikal, bu yuxarıdakıların ölüm hökmünü verəsi, sərvətini ölkəyə gətirəsi igidi gətirin, qoyun ora. Qabil olmasa da o adamı kim öhdəlik götürəcək, onu qoyun ora. Qardaş, qazımız